Burada 44 günlük vətən müharibəsi şəhidlərimiz, Göyçayımızın 46-47 şəhidi olan bir tablonun qarşısındasınız. Burada da Nadirov Fəridin, bir də Nurzadə Elşənin, bunların nəyi? O Şuşada elə bir ki Göyçaylı olan uşaqlar gediblər orada həbsxananın, türmənin və divarlarına belə yazıblar ki, yəni biz buranı aldıq. Göyçay maşın seriyasını yazıblar, bax görürsünüz 023 adları yazıblar. Yəni ki onlar bu yazı çəkib gətiriblər ki biz həqiqətən bu buranı almışıq. Sonra uşaqlar bu da şəhid Məmmədov Vasifdir. Bax evin tək oğludur. Şəhidlərimizin çoxu subaydır. Məmmədov Vasif'indir. Onundur, hə, onun əşyasıdır, qoyulub. Bəli. Bəli, sonra bax burada da onların eynəkləri falan, yəni bu da şəhid Xəyyam Hüseynovun şeir dəftər kitabıdır o. Kursda gedirəm. Bəli. Mənə də verilmişdi, amma kimsə götürdü. Gedək. Uşaqlar, burada göstərilən musiqi alətləri bizim elə bir ki qədimi musiqi alətlərimizdir. Tar, kamança, saz. Buna patefon deyilir, patefon. İçinə ərzaq yığmaq üçün, meyvə yığmaq üçün, ucun. Bu sapdır da sap. Sapdır, üçün tərəfini sapı belə açırlar, sonra doyurlar, deyib bax belə. Qaçı toxdan istifadə edirlər. Uşaqlar, bizim texnologiya dərsində onu sizə müəllimə keçəcək. Uşaqlar, parçanın emalı texnologiyası bölməsində sapın hazırlanmasının 3 növü var. Təbii, kimyəvi, bir də süni. Uşaqlar, təbii saplar yundur, ipəkdir, gəlin bura. Uşaqlar, təbii saplar yun, ipək, bir də ipək qurdundan, bir də pambıqdan hazırlanan saplardır. Uşaqlar, bu yun sapdan sapı hazırlamaq üçün əyric, nə deyirlər buna? Cəhrə. Uşaqlar, cəhrədir, cəhrənin darağıdır. Bax, sapın alınması, darıyır, hazırlanır. Sonra onlar tam hazır olandan sonra belə bir qəşəng xalçalar toxunur. Uşaqlar, bunlar həvələrdir. Düymələri aşağı döymək üçün həvələr, ağzı qırpırdılar. Bunlar böyük həvə, kiçik həvə. Bu kiçik həvədir. Bunlar yol daraqlardır, bunlar cəhrələrdir. Onlar çarıqlardır, qədim ayaqqabılar. Qədim ayaqqabılar belə olub, çarıq. Heyvan dərisindən falan düzəldiblər, ayağını yer əzməsin, ona görə belə ayaqqabılar. Bu da kirkitdir. Kirkitin sapları kəsmək üçündür, bax bu mislər. Bu da iyidir. Sapı olmaq üçün iyidir, bax bu da. Sonra uşaqlar, buna heybət xurcundur. Bu da meyvə yığmaq üçün səbətdir. Yuxarı ağaca çıxıb orada meyvəni yığıb üzümü. Oradan yuxarı belə atırlarmış. Bura giridir torpağa, dağılmırdı meyvə. Bu isə torpağa girir. Toprağa girəndir. Bəli. Uşaqlar, burada da miskərlik sənətin nümunələri var. Üstünün naxışlarına baxın. Araba keçir. Uşaqlar, bax bu vər. Taxılın üst qabını təmizləmək üçün vər. Bax həmin boyunduruqla öküzlərin boğazına boyunduruq qoyulurdu, 2 dənə öküzün boynuna. Sonra bu samılarla bərkidilirdi öküzün boğazına. Sonra taxılın üstü icazə. Onlar da oraqlar. Oraq. Bunlar ot çalmaq üçün oraqlardır. Bu araba keçəridir. O da görsün sacdır, yuxa pişirmək üçün sacdır. Yoxlar nədir? Bunlar keçirə, əl dərmanı. dəyirman. Buğdan tökürlər, dəstəklə qıradıqca suyu çıxmırdı, əzilir. Əzilir, toz olur. Un halına düşür. Un halına düşür. Ay sağ ol. Deyə orada da bax mənim xalçaçılıqda ancaq bax çox istifadə olan hər nəsə figurlardan gəlib ki, figurlara bənzədirlər də o çeşnələri. Üç bucaq var ya. Görürsünüz hamısı 3 bucaq var. Bax, 3 bucaq var burada. Bucaqlıdır. Biz simvolları keçmişdik da. Təbiət. Quş, heyvan mənşəli, təbiət mənşəli. Butalar da olur üstündə, çox butalar. Arxada əsl olsa. Tərəzidir. Bu tərəzidir. Əvvəlki tərəzisi, bax, əl tərəzisi belə olur da. O da sonra yaranır, daş tərəzi. Türkçü dərisidir. İçi doldurulur. Savanla doldurulur.
Ama dəri öz dərisidir. Bu da tulçu dərisi. Nasıl da? Bunlar O da kəli boynuzu. O da qarpalı. Döndürüş. Tulçu dərisi. uşaqlar bax Göyçay meşələrindəki necədir müəllimə bir də deyin. Göyçay meşəsində yaşayan heyvanların nümunələridir. Çakallar, tulçu dərisidir. Bunların üst dərisi üzüncüdə ama içi samanla doldurulub. Amma dərmanlanmış bir şeydir. Ben vurup okusum. Hə. Uşaqlar gəlin bura yaxşı. Ütüler mi? Kesin. Dedi bize. Hə. Sen soruşun. Bizden teyidi. O vaxtda həqiqi olub, bəli. Uşaqlar, bunlar da ilk ütülərin bax yaranışıdır. İlk ütü. Belə daş ütü olub, sonra gedib kömür ütü. Onun tarixi haqqında mən sizdə dərsdə danışaram. Yaxşı? Bəli. Bunlar da qılınclardır. O vaxt istifadə olunan bıçaqlar, qılınclar. Onlar da qılınclar, bıçaqlar, kəsici alətlər. Kaşıklar. 16-cı əsrin ütüləridir bax olar. Bizi otele tüfeği. Gəlin bura uşaqlar. Eminim de orada bakıyor. Eminim pek değil. Hə. Uşaqlar bax burada gümüş qaşıqdır. Bax ona gümüş qaşıq deyirlər. Kürünü deyirlər gümüş qaşıqla yeyir. Başqa qaşıqla yesən onun dadı olmur. Malime diye bak. Onlar kül qabı kimi bir şeylər. Ne kadar diyor ki? İndikilik şeyden. Kofi demleme. Bu konfe üçün deyil. O vaxtda yağ aşın bölündə ondan yağ verirlərmiş. Ben içine yağı eridirler. Sonra ben Uşaqlar, biz Azərbaycan daxmasının daxili dünyasını keçmişdik ha uşaqlar. tüfəkdir. Divarda olan bax bu şeyi görmüşdünüz. Şəkildə çəkən naxışı. O vaxt evlərin naxışı bax eləymiş. Ben hem de iki kapıların başına, rəflərə bunlar rəf başı deyil. Ben meslek olmuyorum. Bəli. Keçək. Uşaqlar, bunlar sandıqlardır. Ən lazımlı əşyaları orada saxlamaq üçün sandıqlar. Bu bitik abı da bitik abı. Bəli, bitik qabıdır. Bunlar da uşaqlar duluzçuluq sənətinə nümunələrdir. Korkus. Hə? Bu da uşaqlar Göyçayın çay qırağıdır. O vaxtda Göyçay Zərdabla Ucarın qəzasından zəlzələ sel daşqını olub elə yaranıbdı. Deməli, vaxt dəvə karvanını görürsən, oradan bax gətirir. Develer malma develer. Bəli, o vaxtın alverçiləri, o ticarətçiləri də o dəvə karvanlarında suyu keçirlərmiş. Göyçay Baş Qafqaz sıra dağlarının ətəklərində yerləşir. Baş Qafqaz sıra dağları. Bu da Göyçay çayıdır. Göyçay da onun sahilində yerləşir. Bax, burada da bazar. Görsünüz, alışveriş. Oradan dəvə karvanı keçirmiş, gəlib burada satır. Burada karvansarayın binası. Atlar da ata var. Hə. Hə. Oturub beləsinə qidalanır. Uşaqlar, bir də bax yerdə baxın, külçə basan. Biz onun naxış basma şeydə keçmişik, dərsimizdə var. Külçələrin üzərinə bax bundan naxış salırlarmış. Bax o yumru ilə, bax o yumru da. Uşaqlar, bu da yağ hazırlamaq üçün içinə südü tökül. Salxalı. Sarkları da yağa çevrilir. Asa, afərin. Burada da uşaqlar, bir dənə yerdə var mı? Məndə kifayət deyil. Hə, bir dəqiqə. Sonra uşaqlar, bir dənə də ticarətçilər gəlirlər, burada bazar açılır, yəni satış olur. Burada karvansaray binasıdır. Bir dənə o külçə basanı da ver mənə bir zəhmət. İcazə olar götürmək. Götürün. Qızım, ver mən onu bilir. Hə, yaxşı ver bana. Uşaqlar, bizim təsvir incəsənət dərsimizdə var. Bu da külçə basandır, uşaqlar. Külçə basan. Bunu hazırlanmış külçələrin üzərinə hələ pişmədən öncə aşağı belə qoyurlarmış. Üzərinə yağın, nə bilim, nəysə o yumurtasını vurandan sonra üzü aşağı belə vururlarmış, sonra neyinirmiş? Naxışı düşürmüş. Sonra üzərinə də küncüdür falan söküb. Ondan sonra o da pişirmiş, qəşəng üstü naxışlı olurmuş, hazır naxışlı.